Gözəl kəndimə gəlmişəm. Baxın, hələ də dağlarımız qarlıdır. Doğrudur, hava parçalı bulutludur, amma isti var. Hətta belə deyək, yay istisi kimi. Bəlkə də biz hərəkət eləyirik, ona görədir, bilmirəm, amma bu qədər gözəl bir təmiz hava var ki, həm də ovqat havasıdır. Ağaçların hələ bir çoxu, belə deyək, yazı duymur. Baxın, bunların yarpaqları sarıdır. Amma təbiətin özü artıq çoxdan yaşıllaşıb. Qardakı öz yerində. Bu Gürcü dağıdır, uzaqdan gördüyünüz dağ. Qarlı dağ, Gürcü dağıdır. Yayda, səhv eləmirəmsə, ora həm də yaylaq kimi. Yaylaq var, yəni orada. Qoyunlu, quzunu yaylağa çıxarırlar. Hətta biz uşaq olanda deyirdilər ki, o dağın başına çıxanda oradan hətta Mingəçevir görsənir. Məsələn, elə deyirdilər, bilmirəm da indi nə qədər doğrudur, düzgündür, amma elə deyirlər. Belə bir gözəl kənd həyatı. Yollarımızda natəmizlik var, amma kənd həyatı üçün xarakterikdir. Hərçəndi təmizləyəsələr daha yaxşı olar. Baxın. Baxın. Gözəlliyə baxın, havanın rənginə baxın, səmanın rənginə baxın, buluda baxın. Biz qəbristanlıqdan gəlirdik. Allah hər kəsin ölənlərinə rəhmət eləsin. Bizim uşaqlıq dövrümüzdə burada bir dənə də ev olmazdı. Amma indi burada təzə bir kənd salınıb. O vaxt burada Əhməd ağzı deyirdilər. Bu teritoriya gördüyünüz bax bu evlər tütün sahələri idi. Uşaqlığımız buralarda keçib. Belə bir gözəl kənd, belə bir təbiət. Dağda qar, suyu buz kimi, yayı səfalı. Gəlginən bu kəndin qaz problemini həll edən yoxdur. Yoxdur, yoxdur. 10 dəfə demişik, yoxdur. Ha, belə cənnətin özüdür bura. Gəlginən maraqlanan yoxdur. Belə.